Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Xoş gördük sizləri. Mən Gülşən Əşmova. Naxçıvanda keçiriləcək sertifikasiya dəstək mahiyyətli Azərbaycan dilindən rastlaşa biləcəyiniz sual tiplərinin izahını təqdim edəcəm. Gəlin çox vaxt itirməyək, elə başlayaq birinci sualımızdan. Deməli, birinci sualımızda deyir ki, hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Baxaq, o həm də gözəl piano çalır. Burada baxın, həm də gəlib. Həm də nədir? Həm də köməkçi nitq hissəsidir. Yəni bağlayıcıdır. Həm də bağlayıcısı. Deməli, bağlayıcıdır. Və burada vergül olmayacaq. Deyəcəksiniz, müəllim, niyə? Niyəsi odur ki, o-dan, bu-dan sonra köməkçi nitq hissəsi gələndə modal söz istisna olmaqla vergül qoyulmur. Modal sözdə isə hər iki tərəfdən vergül qoyulur. Burada isə bağlayıcı olduğu üçün vergül olmayacaq. Amma bizə deyir ki, qoyula da bilər, qoyulmaya da. Burada avtomatik onsuz da qoyulmur. Bunu silirəm. A getdim. B-yə baxaq. O binanın qarşısında dayanıb məni gözləyirdi. Baxın, deyirəm o. Məsələn, tutaq ki, Günel. Günel binanın qarşısında dayanıb məni gözləyirdi. Kim? Günel. Burada vergül olacaq. Yəni o. O binanın qarşısında dayanıb məni gözləyirdi. Kim? O. Burada rahatlıqla vergülümü qoyuram. İndi isə baxın. O binanın qarşısında bir də Bakıda belə deyək ki, binalar çoxdur. Mən də deyirəm ki, bax o binanın, göstərirəm ki, hə, bax bu bina yox, o binanın qarşısında dayanıb məni gözləyirdi. Hansı bina? O bina. Yəni nəinki Bakı, Naxçıvanda da elə binalar çoxdur. Regionlarımızda da, yəni misal üçün dedim, yəni bu yox, o bina. Yəni hansı bina olduğunu göstərir. Burada isə vergül olmayacaq. Elə cavabımız budur. Olan da, olmayan da istəyirdi bizdən. Cavab olur B variantı. Lakin C, D, E-yə də baxaq. C-də deyir ki, o universitetdə oxuyuram. Hansı universitet? O universitet. Burada vergül olmayacaq. İşarə əvəzliyidir. Sonra D-yə baxıram. O illəri geri qaytarmayacaq. Baxın, o illəri. Hansı illəri? O illəri geri qaytarmayacaq. Yəni artıq gəlib keçib də o illər. Yəni o illər gəlib keçib və onu geri qaytarmayacaq. Mümkün deyil. Bu da işarədir. Sonra o adamı yaxşı tanıyıram. O adamı, hansı adamı? Bu da işarədir. İşarə edir ki, hansı? Yəni bu da şəxs deyil. Cavab qalır B. Keçdiyim növbəti sualıma. Eyni köklü sözlərlə bağlıdır. Çoxunun çətinlik çəkdiyi məqamdır. Diqqətli olun. İndi sadə formada izah edəcəm. Bir də bir məsələni nəzərinizə çatdırım ki, əgər bu tip izahları kanalda bol-bol görmək istəyirsinizsə, abunə olmağı unutmuruq. Abunə olmaq sizlərin xeyrinədir. İzah yerləşdirilən zaman görürsünüz. Həmçinin izahı bəyənib rəy yazmağı da unutmayın. Aha, burada eyni köklü sözlər cərgəsini göstərin deyir, baxıram. Əgər bir sözün eyni köklü olması üçün birinci şərt. Birinci şərt nədir? Təbii ki, leksik şəkilçi olmalıdır. Əgər o söz sadədirsə, eyni köklü olma şansı 0,00-dır. İndi deməli, mən birinci şərtim sadəlik. Yəni, sadə söz varsa, onu variantlardan silirəm. Keçdim A variantından dağıntı sözünü sildim. Dağıntı sözü sadə sözdür. Dağdan dağıntı olmaz ki. Deməli, dağıntı sözü sadə söz. A getdim. Keçirəm B-yə. B-də baxıram, deməli, yaşamaq sözünə. İnsanın yaşı artır və yaşayır. Yaşadan yaşamaq. Bir burada baxın sözün indi ikinci məsələ. İkinci məsələ sözün kökü eyni nitq hissəsi olmalıdır. Burada yaş insanın yaşıdır. Burada isə yaşıldır, sifətdir. Ümumiyyətlə sözün kökü fərqli nitq hissəsi olmaqla yanaşı fərqli sözlərdir. Birində yaşıldır, birində isə yaşdır. Bu necə eyni köklü ola bilər? Eyni köklü sözlərdə adından da göründüyü kimi kök eyni olmalıdır. Yəni eyni söz olmalıdır. Da biri yaş, biri yaşıl olsa eyni köklü olma ehtimalı yoxdur. Və plus da eyni nitq hissəsi olmalıdır. Ona görə bu da getdim. Keçirəm C-yə. C-yə baxıram. C-də saxlayıram daha doğrusu C-ni. Keçirəm D-yə. D-də hördü sözünə görə silirəm. Çünki sadə sözdür. Hör sözün köküdür. Dü qrammatik şəkilçidə. Biz də dedik ki, bir sözdə leksik şəkilçi yoxdursa, o eyni köklü ola bilməz. Bu da getdim. Keçirəm E-yə. Qırıq, qırlamaq, qırıcı. Qırıq sözündə sözün kökü qırdır. Nə et qır, qırmaqdan qırıq. Qırlamaq sözündə burada sözün kökü feilidir. Qırmaq feili. Bax, feil. Amma qırlamaqda sözün kökü qır ismidir. İsim.
Yəni gördünüz, burada da köklər fərqli nitq hissəsi oldu. Birincidə fe'l oldu, ikincidə isim. Deməli bu da getdi. Keçirəm C-yə. Köklük sözündə sözün kökü kök. Kökdən köklük, kök sifəti. Kökəlci sözündə yenə də sözün kökü kök sifəti. Kök necə? Kök. Kökəltmək sözündə sözün kökü yenə kök sifəti. Və leksik şəkilçi hamısında var. Gördüyünüz kimi və köklər də eyni nitq hissəsidir. Yəni bir sözün eyni köklü olması üçün birinci şərt mütləq ki, leksik şəkilçi olmalıdır. Əgər leksik şəkilçi yoxdursa, o eyni köklü ola bilməz. İkinci şərt kökləri eyni söz olmalıdır. Üçüncü şərt isə kökləri eyni nitq hissəsi olmalıdır. Ona görə doğru cavabımız burada C. Keçdim növbəti tapşırığa. Burada da maraqlı bir sualdır. Deyir, kürün bulanıq suları qocanın başındakı dumanlı fikirlər kimi qırılır, burulurdu. Deyir, bu cümlədə neçə düzəltmə söz var? Yəni, burada demək istəyir ki, leksik şəkilçisi olan neçə söz var? Baxıram. Aha, kürün, sözün kökü kür, ün qrammatik şəkilçisidir, yəlik aldı, bu getdi. Burada düzəltmə söz yoxdur kürün sözündə, yəni sadədir. Bulanıq, sözün kökü bula, bulamaqdan bulanmaq. Bulanmaqdan da bulanıq. Hələ bir sözün bu, düzəltmə. Suları sözü sadədir. Çünki lar da qrammatikdir, ı da qrammatikdir. Yəni leksik yoxdur. Qocanın, bu da sadədir. Başındakı düzəltmədir. Baş sözün kökü, dakı leksik şəkilçisidir. Düzəltmədir. Dumanlı, bu da düzəltmədir. L-li düzəltmə. 3 dənə hələ ki. Fikirlər sadədir. Kimi qoşmadır. Qırılır. Deməli, qırmaqdan qırılmaq. Bu da 4. Burulurdu, burmaqdan burulmaq. Bu da 5. Deməli, 5 dənə isim var. Daha doğrusu isim çoxdur. Məsələn, suları da isimdir. Yəni, çoxdur isim. Yəni, isim söhbəti getmir burada. Düzəltmə söz deyil. Deməli, 5 dənə düzəltmə söz var. B variantı olacaq. Bir də bir məsələni nəzərinizə çatdırım ki, təkcə Azərbaycan dilindən deyil, kurikulumdan və digər fənlərdən də dəstək mahiyyətli izahlar kanalda yerləşdirilir. Ona görə mütləq bizi izləyin. Dərslərimizə qoşulmaq üçünsə, istər kurikulum, istər Azərbaycan dili, istər digər fənlər, istərsə də müsahibə üçün bizlə hazırlaşmaq istəyirsinizsə, 055 280 59 24. Əgər ibtidai sinif müəllimliyinizsə, Naxçıvanda imtahan verəcəksinizsə, hələ ki sizin vaxtınıza müəyyən bir müddət var. Mənim 5 günə, 6 günə, bir həftəyə qoşulan müəllimlərim var ki, ayın ikisi imtahana gedəcəklər. Yəni sizin üçün də gec deyil. Əgər bu videonu izləyirsinizsə, qısa müddət ərzində də biraz hazırlaşaraqdan balınızın üzərinə bal gətirə bilərsiniz. Demirəm, gedib mükəmməl yazacaqsınız əgər heç bir şey bilmirsinizsə. Amma ən azından bu videonu izləyirsinizsə, azdan çoxdan bazarınız var deməli. Deməli, hazırlaşsaz, balınızın üzərinə bal gətirə bilərsiniz. Keçək digər tapşırığa. Aha, burada da deyir ki, İmran anası Bakıdan qayıdandan sonra Nərgizə 3 məktub yazmışdı. Cavab almamışdı. Deyir, bu cümlədə verilən isimlərlə bağlı hansı fikir səhvdir? Səhv istəyir məndən, baxaq. Deməli, İmran adlı xaldadır, bəli. Xüsusi isimdir, bəli. Adam adı da xüsusi isimdir, düzdür. Nərgizə yönlü haldadır, bəli. Sonra cavab təsirli halda olan sadə isimdir, bəli. Cavabı almamışdı, düzdür. Qeyri-müəyyən təsirlidir. Bakıdan xüsusi isimdir, düzdür. Qaydanda çıxışlı halda olan isimdir, səhvdir. Qaydanda anda əndə şəkilçisi ilə düzəlmiş fiili bağlamadır. İsim deyil. Niyə isim olur? Buradakı dan sizi çaşdırmasın. Bu anda əndə şəkilçisindən düzələn fiili bağlamadır. Qaydanda. Səhvim istəmirdimi? Səhv elə edədir. Gəlin indi sonuncu tapşırığımıza baxaq. Burada da düzəltmə sözləri cərgəsini göstərin deyir. Sevgi sözü düzəltmədir, lakin böyürtkən sadədir. Ona görə bu olmaz. Bunu silirəm. Bizə hər ikisi düzəltmə olan lazım idi. Yoxsul sözü sadədir, silirəm. Sonra dinləmək sözü sadədir, silirəm. Çiçək sözü sadədir, silirəm. Qaldı cavab C. Xəzinədən, xəzinədar. Otdan, otlaq. Yəni, düzəltmə sözü olması üçün nə lazımdır? Mütləq ki, leksik şəkilçi olmalıdır, düzdür? Bizə də leksik şəkilçili sözlər lazımdır və hər ikisi düzəltmə olmalıdır, biri yox. O da olur C variantında. Ümumilikdə yadınızda saxlayın. Sözün düzəltmə olması leksik şəkilçidən asılıdır. Qrammatik şəkilçi də ola bilər sözdə, düzəltmə sözdə. Amma mütləq ki, leksik şəkilçi olmalıdır. Bu da belə, əgər bu tip izahları görmək istəyirsinizsə, dərslərimizə qoşulmaq istəyirsinizsə, 055 280
59 24 nömrəsinə yaza bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.